Bismillahirrahmanirrahim. Bugün əziz İslam Peyğəmbərin qızı xanım Fatimə Zəhra salamullahi əleyhanın Mövlüd günü Rusiyanın paytaxtı Moskva şəhərində Bakı kinoteatrında qeyd olunur. Məclisdə çoxlu sayda Əhl-i-Beyt aşiqləri təşrif buyurub. Mövlüd tədbiri həqiqətən də böyük izdihamla qeyd olundu. Bayram tədbirində Rusiyadakı müsəlman icmalarının, xüsusən də Əhl-i-Beyt məktəbinin davamçılarından olan təşkilatların nümayəndələri iştirak edirdilər. Məclis Quran tilabəti ilə başlandı. La yesma'un fiha Daha sonra məclisin təşkilatçıları öz ürək sözlərini və təbriklərini tamaşaçılara söylədilər. Bayramda xanım Zəhranın mənəvi yüksəkliyindən danışıldı. Habelə xatırlandı ki, əziz Peyğəmbərimizin sevimli qızı xanım Fatimə Zəhranın təvəllüdü xanımların bayramı kimi bizlərə Əhl-i-Beyt tərəfindən tövsiyə olunub. Xanım Fatimə Zəhra qadındır ki, bugünləri bu qədər kişilər gəlib, bu qədər xanımlar gəlib. Niyə? Xanımın mövludunu qeyd edir, qadındır. Əgər İslam dini qadını zəlil eləmək üçün gəlibsə, niyə bu izzəti, bu ehtiramı verilibdir? O gündən indiyə kimi dünyanın hər yerində bu saat xanım Fatimə Zəhranın mövludunu qeyd edirlər. Resulün ciğer parası Fatimə, Fatimə. Bismillahirrahmanirrahim. Biz sevinirik ki, Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Əhl-i-Beyt dostları xanım Fatimə Zəhra salamullahi əleyhanın məclisini keçirdilər və özünüz gördüyünüz kimi Bakı adlanan kinoteatrda belə bir möhtəşəm izdihamlı məclis qurulmuşdur. Bizim ürək sözlərimizdir ki, biz bu bayram münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik. Onlara Allahdan xeyir, saadət və kamil iman arzulayırıq. Sən imamlar anası. Müsahibimiz Moskva şəhərində fəaliyyət göstərən ilahiyyatçı alim Hacı Yusif Hüseynovdur. Hacı, bu mövlüdün mahiyyəti haqqında bir neçə kəlmə buyurardınız. Bismillahirrahmanirrahim. Mən mövlud barəsində, faydası barəsində, əhəmiyyəti barəsində danışmazdan əvvəl istəyirəm. Bu gözəl gün münasibəti ilə, Həzrət Zəhra salamullahi əleyhanın viladəti münasibəti ilə əvvəl ağamız İmam Zaman ağaya və bütün dünyada Həzrət Zəhra salamullahi əleyhanın məhəbbəti ilə döyünən ürək sahiblərinə təbrik, Allahdan mübarəkbadlıq diləyim inşallah. Bu Həzrət Zəhra salamullahi əleyhanın mövludu və mövludunun qeyd olunması bu gün, yəni Həzrət Zəhra salamullahi əleyhanın viladət günü biz müsəlmanların xanımlarının bayramıdır. Necə ki, başqa, yəni dindar olmayanlar 8 Martı xanımları üçün bayram edirlər. Biz Həzrət Zəhra salamullahi əleyhanın viladət günün xanımlarımıza bayram edirik. Niyə Həzrət Zəhra salamullahi əleyhanın viladət günü? Çünki Həzrət Zəhra salamullahi əleyha örnəkdir. Əgər biz Həzrət Zəhranı öz xanımlarımıza və öz həyatımıza örnək götürürüksə, Həzrət Zəhranın viladət günün bayram eləməliyik ki, xanımlarımız Həzrət Zəhradan örnək alsınlar. Və o örnəklərdən də biri bizim Həzrət Zəhraya, Həzrət Zəhradan biz müsəlmanlara, biz möminlərə əmanət olan hicabıdır ki. Bugünkü gün münasibəti ilə bütün Azərbaycan qadınlarını, bütün dünya və İslam qadınlarını təbrik edirəm. Arzularım odur ki, bizim qadınlarımız, bacılarımız, analarımız bugünkü günün sahibkarına layiq bir qadın olsunlar. Поздравляем всех женщин с днем рождения Фатимы. Поздравляем всех женщин с праздником, с днем рождения Фатимы, любящих всех ее и уважающих. Я поздравляю всех женщин, мам, дочерей с таким великим праздником мусульманским, так как его отмечают во всем мире. Этот праздник реально, как вот, допустим, христианских, да, 8 марта празднуют, а так как мусульмане нас празднуют 29 апреля. Желаю всем счастья, удачи и чтобы все любили мам, сестер и своих любимых дочерей. Bismillahirrahmanirrahim. Mən əvvəla bütün müsəlmanların, dünya müsəlmanlarının bu bayram münasibəti ilə təbrik edirəm. Çünki bu günlərin Peyğəmbərin gözünün nuru, İnşallah Əhl-i Beytin gülü,
İmam Əleyhisselamın canının parəsi, İmam Həsən, İmam Hüseynin anası olan, bizim hamımızın anamız olan xanım Fatimə Zəhra sallallahu aleyhanın mövlud günüdür. O münasibətlə təbrik edirəm bütün dünya müsəlmanlarını. Tədbirdə iştirak edən ilahi qrupların nümayəndələri öz gözəl ifaları ilə tamaşaçılara zövq verdilər. Sonda bu bayram münasibəti ilə zalda əyləşən bütün xanımlara gül dəstələri hədiyyə olundu. Həzrəti Peyğəmbər salavatullah buyurmuşdur. Həqiqətən qızım Fatiməni və onun məsum evladlarını sevənləri Allah cəhənnəm odundan ayırmışdır. Ona görə də qızım Fatimə adlandırılmışdır. Xəyal müəzzin, Səhər Beynəlxalq Televiziyası, Moskva.